Əbəlfəz ağanı ziyarət elədik. Daxil olacaq inşallah İmam Hüseyn əleyhissalamın mübarək qəbrinin ziyarətinə. İmam Hüseyn əleyhissalamın qəbrinin ziyarətinə daxil olanda bizi ilk qətlicah qarşılayır. İmam Hüseyn əleyhissalamın qətl olunduğu yer. Çuxura düşdüyü yer. Daha sonra isə Kərbəla şəhidlərinin məzarı və Həbib ibn Məzahirin qəbri, İmam Hüseyn əleyhissalamın mübarək zərihi. Və arxa tərəfdə də İmam Musa Kazım əleyhissalamın övladı İbrahim ağanın qəbri. Qətlicahdan daxil olduq, Kərbəla şəhidləri ki, bir yerdə dəfn olunublar, zərihin içindədirlər və qarşıda Həbib ibn Məzahirdir. İstəyirəm Həbibdən də bir iki kəlmə danışım, biləsiz kimdir. Həbib ibn Məzahir Kərbəla şəhidlərinin ən qoca şəhidlərindən biridir. Kərbəla şəhidlərindən ən qocasıdır. Hətta tarix qeyd edir ki, döyüşə girəndə saqqalına həna qoyur ki, görməsinlər ki, bu ağ saqqaldır, taqətdən düşür. Ki, cavan görsünlər, tanısınlar. Həbib ibn Məzahir bir zamanlar ki, cavan yaşlarında qeyd olunur ki, Həzrət Peyğəmbər salavatullah sahabələri ilə gəlirdi. Birdən gördü İmam Hüseyn əleyhissalam 3-4 yaşları var idi. İmam Hüseyn əleyhissalam uşaq idi, 4 yaşı var idi. Ayaqyalın isti qumlar üstündə qaçırdı. Gördülər ki, İmam Hüseyn əleyhissalam özünə kölgəlik axtarır. Niyə? Çünki istidir. İsti qumlar da onun ayağının altını yandırır. Qaçır özünə bir kölgəlik axtarmağa. Bir də Həzrət Peyğəmbər bunu görür ki, qaçsın İmam Hüseyn əleyhissalamı alsın qucağına ki, o isti qumlar, hərarət onu yandırmasın. Bir də görür ki, kənardan bir cavan oğlan qaça-qaça gəldi, İmam Hüseyn əleyhissalamı aldı qucağına. Bilirsiniz neynədir? Başladı ayağının altını təmizləməyə və ayağının altını öpməyə. Öz paltarınla İmam Hüseyn əleyhissalamın ayağının altını təmizləyir, öpür. Dedilər, Peyğəmbər buyurdu ki, deyin görüm, o cavan kimdir belə, mənim Hüseynimlə belə xoş rəftar eləyir, eşq bəsləyir. Dedilər, ya Rəsulallah, o Həbib ibn Məzahirdir. Həzrət Peyğəmbər kövrəldi, dedi, ilahi, bu cavan ki, mənim Hüseynimə belə məhəbbət bəsləyir, eşq bəsləyir, ilahi, Hüseyni Həbibdən, Həbibi də Hüseynindən ayrı salma.